Cənubi Qafqazda sülh gəlir. Bu sülh avqustun 8-də Vaşinqtonda imzalandı. Azərbaycan prezidentinin, Ermənistanın baş nazirinin və deməli Trump'ın iştirakı ilə Vaşinqton sülh sazişi bağlandı və bundan sonra hərəkətlər bu istiqamətdə aparılır. Və əsas da Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstanda keçirilən görüşdə Ermənistana Azərbaycan üzərindən yüklərin daşınmasına icazə qadağanın götürülməsini bəyan elədi və bu doğrudan da ilk müjdə oldu. Baxın, müharibədə qalib biz olduq. Sülh müqaviləsini biz hazırladıq. Və yenə də sərhədlərin açılması, yolların açılmasını Azərbaycan başlayır. Bəli, bu doğru və böyük, gözəl bir xəbərdir, müjdəli bir xəbərdir və buna da dünya liderləri də hamısı müsbət nəticəsini bildirdi. Ən əsas da Paşinyan Azərbaycan prezidentinə təşəkkürünü bildirdi. Bəli, siz qeyd etdiyiniz kimi Tiflisdə keçirilən 5-ci forumda, İpək Yolu forumunda orada Azərbaycanın baş naziri Əli Əsədov da iştirak edir və sevincini gizlədə bilmədi. Bəli, doğrudan da digər erməni siyasiləri də bu haqda öz fikirlərini bildirdilər. Bəli, Cənubi Qafqaza sülh gəlir. Eyni zamanda Ermənistanla Türkiyə arasında da sərhədlərin açılması artıq reallaşacaq. Çünki Türkiyənin bir əsas şərti var idi ki, Azərbaycanla münasibətlər normallaşsın, sonra isə biz sərhədləri açmağa hazırıq. Və bu yöndə də müəyyən işlər aparılıb. Rəcəb Tayyip Erdoğan Paşinyanı qəbul edəndə də onun qarşısında qoyduğu şərtlərdə artıq Ermənistan addım-addım yerinə yetirir. Bəli, biz sülhə yaxınlaşmışıq, sülh müqaviləsini paraflamışıq. İndi isə Azərbaycanın əsas və yeganə şərti olan Ermənistan öz konstitusiyasını dəyişiklik etməlidir. Həm Azərbaycana, həm Türkiyə qarşı torpaq iddiasına əl çəkməlidir. Mən hesab edirəm ki, artıq bunu da ermənilər tam dərk edirlər, başa düşürlər və buna getmək məcburiyyətindədirlər. Onlar Azərbaycanda, ümumiyyətlə Cənubi Qafqazı sülhü istəyirlərsə, bu işə getməlidirlər. Deməli, konstitusiyasında dəyişiklik etməlidirlər və Azərbaycanın irəli sürdüyü müddanı aradan qaldırmalıdır. Yəni, onlar öz anayasalarının preambulasında Azərbaycana qarşı, Türkiyə qarşı torpaq iddialarını əl çəkməlidir. Hesab edirəm ki, artıq bu məsələlər başlayıb və bugün Azərbaycan üzərindən Ermənistana Qazaxıstanın taxılının daşınması ilk müjdədir və bundan sonra da hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasında olan məsafədə, yəni Ermənistan üzərindən də Azərbaycana yüklər daşınacaq və Azərbaycandan da Türkiyəyə yüklər daşınacaq. Eyni zamanda Paşinyan bildirdi ki, biz həm də hazırıq, bugün siyasi cəhətdən hazırıq ki, deməli Azərbaycandan Naxçıvana, Naxçıvandan Azərbaycana daşınmalar, getmək, gəlmək yolu açılsın. Ancaq texniki şərtlərə görə buna da vaxt lazımdır, müəyyən işlər görülməlidir. Həm də dəmir yolunda təmin işlər aparılmalıdır. Yəni, ancaq Ermənistanın üzərindən yüklərin daşınmasına bugündən onlar da icazə verdilər. Yəni, bu doğrudan da çox böyük tarixi bir hadisədir. Hesab edirəm ki, Cənubi Qafqazın inkişafı bundan sonra başlayacaq.